Salam dostlar. Bugün sizə belə bir sual izah eləyəcəm. Deyir ki, 480 ədədinin tək natural bölənlərinin sayını tapın. Necə tapırıq bunu? 480 ədədini sadə vuruqlarına ayırırıq. Deməli, 480-i 2-yə bölürük, 240-ı 2-yə bölürük, 120-ni 2-yə bölürük, 60-ı 2-yə bölürük, 32-yə, 15-i 3-ə, 5-i 5-ə 1. İndi 480 ədədini sadə vuruqların hasili şəklində yazırıq. Deməli, 2-dən 5 dənə var, 2 üstü 5, vurulsun 3-dən 1 dənə var, 3 üstü 1, vurulsun 5-dən 1 dənə var, 5 üstü 1. İndi nə edirik? Bilirik ki, deməli, natural ədədlərin sayını qüvvətlərin üstünə 1 gəlib hasilini yazmaq şəklində tapırıq. Yəni 5 üstə gəlinsin 1, vurulsun 1 üstə gəlinsin 1, vurulsun yenə 1 üstə gəlinsin 1. Deməli, 6 vurulsun 2, vurulsun 2. 6 dəfə 2-miz 12, vurulsun 2, o da eləyir neçə? 24. İndi bizdən tək natural ədədlərin sayını istəyir. Ona görə buradan cütü atıram. Deməli, 3-ün üstündəki 1-in üstünə 1 gəlirəm. Vururam 5-in üstündəki 1 üstə gəlsin 1-ə. Neyiniyir? 2 vurulsun 2 bərabərdir 4-ə. Tapdıq ki, deməli, 4 dənə tək natural ədədimiz var. İndi sizə bir sual verirəm. Bəs neçə dənə cüt natural ədədimiz var? Şərhlərə yazarsınız. Hələlik.